Rəhman və Rəhim olan Allahın adı ilə. Orucu batıl edənlərdən biri də başı bütövlüklə qəsdən suya batırmaqdır. Amma əgər başının bir miqdarı suda və qalan hissəsi isə çöldə olarsa, batıl olmaz. Yaxud başını tədricən suya batırsa, məsələn, əvvəlcə başının bir yarısını, sonra isə o bir yarısını suya batırsa, orucu batıl olmaz. Amma əgər başının bütövlüklə suya batırsa və saçlarının bir miqdarı çöldə olsa, orucu batıldır. Həmçinin, əgər oruc halında ixtiyarsız suya düşsə və ya onu suya atsalar və başı suda batsa, oruc batıl deyil. Amma suda boğulan bir şəxsi xilas etmək məcburiyyətində qalarsa və suya düşərək başını suya batırsa, orucu batıldır.